Selamun aleyküm. Bugün ben sizlere şeytanın en büyük iki hilesinden bahsedeceğim. Yani şeytan bizi bunlarla çok aldatır. Şeytanı tanıyaq ve biz onun bu vesveselerine, yalanlarına uymayaq. Birinci hilesi nedir? İnsana öz günahını gösterməməsi. Öz günahını insana yani qəbul etdirməməsi. Məncə bunu hər kəs yaşayır. Bəzən nəsə bir yanlış bir şey edirik, nəsə bir yanlış olan, günah olan bir şey edirik. Şeytan insanın içində ne var ki, günah falan değil. Çok küçük bir şeydir. Heç tövbə etməyə belə ehtiyac yoxdur. Belə insan ağlına bəzi belə fikirlər gəlir. Halbuki ister kiçik olsun, isterse de böyük olsun. İnsan her zaman tövbe etməyi bacarmalıdır. Ne kadar ki biz özümüzü böyle şeytanın vesvesesiyle aldatacağıq, günahlarımızla qəlbimiz kirlənəcəkdir və artıq böyük olsun, kiçik olsun, ne günah eləsək də biz artıq yəni burada peşmanlıq hiss eləməyəcəyik, qəlbimiz qapqara kirləndi olacaq. Və bəzən də bizim günah etmemizin bəzi nəticələri olur. Yəni nə başınıza gəlsə siz bir nəsə bir yanlış bir şey eləmisiniz, onları da sizə deyim. Məsələn, evinizdə nəsə bir problem yaşandısa, bir söz söhbət olubsa, dava oldusa, o zaman düşünə bilərsiniz ki, mən görürsən nə elədim də evimdə bir problem baş verdi. Və yaxud da namazlarınızı vaxtında qıla bilmirsinizsə, xüsusən də sübh namazına qalxa bilmirsinizsə, bilin ki, hardasa bir günah eləmisiniz, nəsə bir yanlış davranış etmisiniz. Yəni sahabelər ayağına bir dənə daş dəysə, düşünərlər görürsən nə günah işlərində Allah mənim bunu başıma gətirdi. Biz de her zaman bu düşüncede olmalıyıq. Onu bunu günahlandırmaq yerinə, o elədi, bu elədi, mən eləmədim, mənim günahım yoxdur, heç bir şey eləmədim demək əvəzinə. Özümüzdə günahımızı axtaraq və bunu da bilin ki, siz əgər günahınızı bilib tövbə etsəniz, başınızdan o bəla da gedir. Mesela ailenizin problemi yoxdur, o düzəlməyə başlayır. Və ya da namazınızı qıla bilmirsiniz, o günahınızı siz tövbə etdikdən sonra artıq namaza da qalxa biləcəksiniz. Qəlbinizdə huzursuzluq da yaranır. O huzursuzluq da inşallah ki gedər. Və şeytan ikinci ən böyük hiləsi, ən çox insanları aldatdığı şey də bir müminin yani bir yaxınının, bir kardeşinin bir tek səhviyle bütün sevaplarını, bütün güzel əməllərini sindirməsidir. Yani Risale-i Nur'da keçdiyi kimi oradaki bir tabirle Nilcək qanadını gözünə o kadar yaxınlaşdırır ki, daha boyda yaxşılığı görməz olur. Yani həqiqətən də belədir. Bəzən bir kimsə bizə qarşı yanlış elədiyi zaman onun elədiyi bütün yaxşılıqları unudar oluruq. Bunun tek sebebi şeytanın vəsvəsəsiymiş, şeytanın elədiyi bir hiləymiş səndimə. O elediği pisliği bir tek kanadı misali gözümüze o kadar yakınlaştırır ki yani bize o pisliği o kadar böyle pis gösterir ki ettiği ne kadar yaxşılıq varsa ne kadar güzel əməllər varsa hamısı görmesen gəlirik bəzən o insanlar hətta hayatımızdan da çıxardırır. Yani bu neye göre önemlidir bunu etmemek çünkü Müslümanlar bacı kardeşdirlər. Müslümanlar birbirine güzel davranmalıdır, güzel yola gitmelidir, birbirlerinin qüsurlarını örtməlidir. Bu bizim dinimizde çok değerli, çok kıymetli olduğu için bu elədiyimizdə çok büyük bir yanlış olur. Biz günaha nifrət etməliyik, günahkara yox. Yəni o insana onu verən vəsvəsə edən şeytana bizim nifrətimiz var. O səhv edən insana yox. Çünki insan səhv edir, insan günahkardır. Bir özünüzə düşən heç bir səhv eləmədi, heç bir günahınız yoxdur. Təbii ki də var, hər birimizin bir günahları, hər birimizin bir səhvi var. Herkesin səhvi var. Yani diyeyim ki bizim burada etməli olduğumuz şey kimsə nəsə bir yanlış edirsə o insana nifrət eləmirik. Hətta en yanlış bir insan belə olsa biz onun etdiyi səhvə nifrət eləməliyik. Ona vəsvəsəni verən dediyim kimi şeytana nifrət eləməliyik. Hələ ki Allah rızası üçün birlikdə xidmət etdiyiniz biri varsa onun qarşısında çox səbirli olmalısınız. Çünki bu bizim müsəlman olaraq borcumuzdur. Birbirimizin qayğısına qalmalıyıq. Bacı qardaşlıq bağlarını möhkəmləndirməliyik.